Deyirsən ki, xaricdən danışmaq asandır. Əgər sən qəbullanırsansa ki, deyilən həqiqətlər həqiqətən də məntiqə uyğundur, o zaman sən niyə danışmırsan, demirsən, çağırış eləmirsən ki, ay xaricdə yaşayan Azərbaycanlılar, Fransada, Almaniyada xaricdən danışmaq asandır. Görürsünüz, Rafael Piriyev danışır, heç zat yoxdur. Asandır, çox asandır. Amma düzünü deyir, həqiqəti deyir. Siz xaricdəki Azərbaycanlı kişilər, oğullar, qızlar, ləyaqətli insanlar, qardaşım, siz də danışın da. Siz də fürsətdən istifadə edin də. Siz də bizim başımıza gələn bəlaları danışın da. Dilə gətirin də, müdafiə edin də bizi. Bizim sizin müdafiənizə ehtiyacımız var axı. Səslənin də bəs. Xaricdə yaşayan Azərbaycanlara səslənin. Görək o cəsarətiniz varmı? Görək o qeyrətiniz varmı? Görək o namusunuz varmı? Mən görə bilmirəm belə bir şey. Görə bilmirəm. Kişi sən gəl buradan danış, kişi sən ged oradan danış, kişi sən belə ləginən. Qardaş, mənə nə məsləhət verirsən? Mən bacardığım bu qədərdir. Sözümün keçmədiyi yeri dəyişmişəm, yerimi dəyişmişəm, sözümü yox. Kişi sözünü dəyişməz. Kişi yerini dəyişir, amma sözünü dəyişməz. Mən yerimi dəyişmişəm. Mənim əlimdən gələn budur. Qardaşım, sənin əlindən gələn nədir? Buna görə mən niyə qınamalsan sən? Kişi sən gəl buradan danış, oradan danışmaq asandır, buradan danışmaq asandır. Qardaşım, hardan danışırsan danış. Sonuç olaraq bu rejimə qarşı qətiyyətli bir mövqe tutandan sonra hər yerdə sənə təhlükə var bu rejim tərəfindən. Sən böyük bir terror təşkilatına qarşı savaşsan sən. Sən hara geçsən, onlar sənin izindədir. Çünki onlar qətiyyətli adamdan qorxur. İlham Əliyev və onun rejimi, ailəsi qətiyyətli, dürüst, Azərbaycan xalqının sözünü, haqq səsini heç bir marağa, heç bir nəfsə dəyişməyən oğullardan və qızlardan qorxur. Hər zaman bu terrorçu xain Əliyev rejimi bunun peşindədir. Bunun qorxusundadır. Bunun nə adiyyəti var ki, oradan danışdın, buradan danışdın. Qardaşım, Azərbaycan əsarətdədir. Azərbaycan müstəqil xəttindən çox-çox uzaqdadır. Azərbaycan demokratiya, insan dəyəri, heyvan dəyəri, təbiətin dəyəri, Azərbaycanın, qadınların, yaşlıların, uşaqların dəyərlərindən qat-qat uzaqdadır. Azərbaycan işğal olub ya ki. Azərbaycanı idarə edən özü yalancıdır, özü korrupsiyonerdir, özü fırıldaqdır.